Salam, hörmətli sayılı izləyiciləri. Günün aktual məsələlərini müzakirə edirik. Studiyamızın qonağı tanınmış türkoloq, yazar, ekspert Əkbər Qoşaldır. Əkbər müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Əkbər müəllim, dövlət başçımız dünəndən Özbəkistanda dövlət səfərindədir. İstəyirdim bu səfərlə bağlı, səfərin tarixi əhəmiyyətindən bağlı fikirlərinizi bildirəsiniz. Çox sağ olun. Məhz tarixi əhəmiyyət vurğusunu çox önəmli hesab edirəm və icazənizlə bunu bir balaca açmağa çalışam. Bilirsiniz ki, bir neçə ay bundan öncə Azərbaycan Mərkəzi Asiya Dövlətləri Şurasına, inşallah ki, adını yanlış demədim, üzv qəbul edildi və Mərkəzi Asiyadan qıraqda olan yeganə bir üzvlükdə həmin qurumda. İndiyə qədər 5 üzvü olan, qısa adı ilə C5 adlanan həmin regional birlik, mən buna hətta beynəlxalq birlik deməyə də tərəfdar olardım. Artıq Azərbaycan qoşulduqdan sonra artıq C6 formatındadır. Bilirsiniz ki, Mərkəzi Asiya, Orta Asiya, Türkistana necə deyirsiniz, aşağı-yuxarı fərq eləmir, eyni coğrafiyadan danışırıq. Bir sıra yaxın-uzaq ölkələrin, dövlətlərin açıq, gizli maraqları var. O cümlədən Mərkəzi Asiya coğrafi olaraq qonşu olan böyük nüvə dövlətlərinin, onlar həm də BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. O cümlədən Avropa ölkələrinin, Avropa Birliyinin, Amerikanın və əlbəttə digər türk ölkələrinin, Türkiyənin, Azərbaycanın da, hətta dost Qətərin də özünə məxsus maraqları var. Bu maraqları heç də biz belə xüsusi, təhlükəli bir maraq kimi şərh eləmirik. Amma Azərbaycanın, Türkiyənin maraqları bir başqadır. Çünki biz öz qardaşlarımızla işbirliyində oluruqsa, burada məsələ qardaşlıq təməli, qardaşlıq vurğusu və ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən yolun yolçuluğu var. Ona görə də bizim münasibətimiz bir başqadır. Ancaq Azərbaycanın, sizin də vurğuladığınız kimi, Özbəkistanla münasibətləri və dövlət başçımızın səfərinin tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, biz bir qardaş ölkə ilə münasibətlərimizdə istər-istəməz digər qardaşlarımıza münasibəti də görürük, onun şəkillənməsini də görürük. Heç təsadüfi deyil ki, dövlət başçımızın Özbəkistana səfərindən öncə başqa bir qardaş ölkəyə, Qırğızstana səfəri olmuşdu. Orada da Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşlər olmuşdu, Çolpanatada o cümlədən. Və indi siz təvabüklüyə baxın ki, dövlət başçımız Özbəkistan səfərindən öncə digər bir Mərkəzi Asiya ölkəsi, qardaş Türkmənistanla müxtəlif əməli fəaliyyət sahələri üzrə hökumətlər arası iki tərəfli anlaşmaları təsdiq etdi. Özbəkistanda, Özbəkistan paytaxtında olarkən isə başqa bir qardaşımız, başqa bir Mərkəzi Asiya ölkəsi Qazaxıstanda qurultaya keçirilmiş seçkilərlə bağlı, uğurlu seçkilərlə bağlı Qazaxıstan prezidentinə təbrik məktubu göndərdi. Burada Qazaxıstanda yeni dönəm başlayır. Artıq adından da göründüyü kimi qurultay bizi həm də birləşdirən ümumi bir sözdür, ortaq türk keçmişinin bir əlamətidir və bir ölkənin artıq parlamenti bu şəkildə adlanacaqdır. İslahat keçirilibdir, konstitusiyon islahatlar keçirilibdir, onun ilkin nəticələri meydana çıxır və bir ölkənin paytaxtından başqa bir qardaş ölkəmizə Azərbaycan dövlət başçısı öz təbriklərini göndərir. Bu bizim qardaşlarımızın həyatında baş verən hadisələrə Azərbaycanın diqqətini, qayğısını, məhəbbətini ifadə etməkdədir. Özbəkistan haqqında danışarkən təkrar Mərkəzi Asiya vurğusunu vururuq. Özbəkistan özü Mərkəzi Asiyanın mərkəzi mövqeli ölkəsidir. Həm geopolitik olaraq, həm tarixi, mədəni irs sahibi olaraq, həm də bugünkü böyük, hər mənada böyük potensiala sahib olması ilə. İqtisadi cəhətdən olsun, yeraltı sərvətlər baxımından olsun, demək, orada sənayenin inkişafından bağlı olsun, kənd təsərrüfatının inkişafından bağlı olsun, yeni texnologiyalara münasibətlə bağlı olsun və əlbəttə dövlət iradəsindən bağlı olsun ki, o dövlət iradəsi bizim üçün də çox önəmlidir. Biz xüsusilə torpaqlarımız işğal altında olarkən Özbəkistanın həmişə dövlət münasibətini, cəmiyyət münasibətini, xəlqi münasibətini görmüşük və heç təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra da qardaş Özbəkistan və onun başçısı Azərbaycanda azad olunmuş torpaqlarda tikinti quruculuq işlərinə dəstək verən ilk ölkə və ilk dövlət başçısı kimi bizim dövlət başçımızın da Daşkətdə duyurduğu, minnətdarla vurğuladığı kimi bax belə bir ilkinliyə imza atıbdır. Tarixi əhəmiyyətdən danışırıq. Həm işğal illərindəki münasibət, həm işğal sonrası ilk belə reaksiya. Ondan sonra da bilirsiniz ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər
qabaqlar bəlkə də ilkin dövrlərdə də, yəni müstəqilliyimizin 35 illiyi ərəfəsindəyik. Romantika var idi, ədəbiyyat var idi, həmişə də olsun, mədəniyyət var idi, əlbəttə olmalıdır, onsuz olmaz. Amma indi məsələlər daha praktik, əməli fəaliyyət müstəvilərinə keçibdir. İqtisadi cəhətdən, sosial cəhətdən, siyasi cəhətdən əlbəttə yaxınlaşdırıbdır və indi biz təsadüfi deyil ki, dostluqdan, qardaşlıqdan demək, tərəfdaşlığa keçdik, tərəfdaşlıqdan ortaq türk qurumlarında demək, təsisçiliyə keçdik. Necə deyərlər, çəkici bir zindana vurduq, bir zindana bir çəkici vurduq və onun ardınca strateji tərəfdaşlıqdan müttəfiqliyə keçdik və indi əbədi dostluq. Bu necədir? Bunu necə izah edə bilərsiniz? Buranı necə asa bilərsiniz? Yəni Azərbaycan xarici siyasətində bir ilkdir. Bir ilkdir. Bir iş ki, bir hadisə ki, ilkdir, o elə həmişə ilk olaraq qalacaqdır. Ondan sonra gələnlər olacaq, amma o ona bənzəyə bilər də. İkinci ola bilər, üçüncü ola bilər. Elə deyilmi? Birincisi, özlüyündə bu ilkinliyi təbrik etməyə borcluyuq. İkincisi, əlbəttə, əbədi dostluq. Bilirsinizmi, hökumətlər dəyişə bilər, ayrı-ayrı məmurlar rotasyon oluna bilər, müxtəlif islahatlar həyata keçirilə bilər, ayrı-ayrı beynəlxalq təşkilatlarda elə beynəlxalq təşkilatlar ola bilər ki, biz üzv olarıq, Özbəkistan olmaz, Özbəkistan olar, biz üzv olmarıq və yaxud da elə hallar ola bilər ki, Özbəkistanın maraqları hardasa dost olduğumuz bir dövlətlə toqquşa bilər, bizim maraqlarımız Özbəkistana yaxın olan bir dövlətlə toqquşa bilər. Bunların hamısının üzərinə qalxaraq, tarixi irsimizə də söykənərək, böyük məhəbbətlə burada xalqımızın münasibəti ilə yanaşı dövlət başçılarımızın şəxsi dostluq və qardaşlığını, elə həm də əbədi dostluğa uyğun qardaşlığını vurğulayaraq minnətdarlığa qeyd edək ki, artıq bundan sonra hər hansı bir ölkədə nələr baş versin, buna aidiyyəti olmadan bizim münasibətlərimiz əbədi dostluq səviyyəsindədir. Əbədi dostluq əlbəttə şandır, şərəfdir. Çünki əcdadlarımızın ruhunu şad edirik, gələcək nəsillərə yol göstəririk. İndiki cəmiyyətlər olaraq, indiki müstəqil dövlətlərimiz olaraq, xalqlar olaraq, amma bu həm də məsuliyyətdir. Elə deyilmi? Məsuliyyətdir, çünki sabah birisi gün Özbəkistanda hökumət dəyişikliyi olur, bizdə olur, başqa bir qardaş ölkədə olur. Bunlar bizim münasibətlər Özbəkistanla əbədi dostluq kimi, Türkiyə ilə Şuşa bəyannaməsinə uyğun olaraq, Qazaxıstanla bir başqa səviyyədə, Qırğızstanla bir başqa səviyyədə siyasi tərəfdaşlıq olsun, müttəfiqlik olsun, anlaşmalar olsun, Türkmənistanla da özümüzə məxsus iki tərəfli, üç tərəfli münasibətlər içindəyik, hətta Macarıstanla da o cümlədən. Bütün bunlar hamısı gələcək yönümlüdür. Anar müəllim, mən istərdim burada deyirsiniz ki, bu əbədi dostluğa əlavə necə zənginlik qatmaq olur? Əslində bunun özü bir zənginlikdir də. Sizin sualınızdan da çıxış edərək demək istəyirəm ki, bunlar həm də bizim 44 günlük vətən müharibəsində və bir sutkadan da qısa müddət ərzində başa çatmış antiterror tədbirlər nəticəsində əldə etdiyimiz tarixi qələbələrin də nəticəsidir, təntənəsidir. Heç təsadüfi deyil ki, bizim 44 günlük vətən müharibəsindən cəmi bir neçə həftə sonra 2021-ci ilin yanvar ayında bizim Kəpəz, Türkmən qardaşlarımızın Sərdar adlandırdığı neft-qaz yataqlarıyla çox zəngin Xəzərdə vaxtilə bizim neftçilərin, dənizçilərin, qaz sənayesçilərinin üzə çıxardığı, kəşf etdiyi, müəyyənləşdirdiyi və bizə aid sayılan Sovet dönəmində, amma Xəzərin Türkmənistan sahillərinə daha yaxın yerləşən, həmin o adını çəkdiyimiz adlarla adlanan yataq üzərində bir anlaşma imzalandı dövlət başçılarımızın onlayn imzalanması nəticəsində və artıq nə Kəpəz, nə Sərdar olmasa da dostluq meydana çıxdı. Bunu niyə vurğulayırıq? Həm deyirik ki, bizim qələbəmizin nəticələri, ilkin nəticələri ki, artıq biz qalib ölkə olaraq dostlarımızla da, dost ola bilməyənlərlə də eyni masada, amma fərqli bir səviyyə və səciyyədə artıq masaya yatıra bilirdik məsələləri. Axı o yataq üzərindən və ümumiyyətlə Xəzər üzərindən bir sıra başqa məsələlər üzərindən bizim dostluğumuzun pozulmasını gözləyən və maraqda yatan dövlətlər, cəmiyyətlər var, axı bunu bilirik. O mənada Azərbaycan və Türkmənistanın dövlət iradəsi qalib Azərbaycanın qələbəsindən az həftələr sonra belə bir sənədə imza atmaqla yeni bir fəslin növbəti işarətini meydana qoydular. 2021-ci ilin 15 iyununda Milli Qurtuluş gününə də denk gələrək bilirsiniz ki, Şuşa bəyannaməsi imzalandı. Şuşa bəyannaməsi də öz səviyyəsinə görə nə həmən dövrdə, nə də başqa iki dövlət arasında o vaxta qədər görünməmiş bir sənəd idi. Ondan sonra bilirsiniz ki, bizim qələbəmizin bir illiyi ərəfəsində Türk Dövlətlər Şurası Türk Dövlətlər Təşkilatına çevrildi.
artıq Özbəkistan da oranın üzvüdür və yeri gəlmişkən Türk Dövlətlər Təşkilatının təməli əslində indiki struktura gələn yol Naxçıvanda qoyulmuşdu və bizim dövlət başçımızın da Özbəkistanın öncə Naxçıvana bir möhtəşəm səfəri ki oldu. Bizim hər birimizdə sizin redaksiya yazılarında da, çıxışlarında da, bizim də müəyyən yazılarımızda bu simmetriyada vurğulanır ki, burada da bir təsadüflük yoxdur. Çünki Naxçıvanla deyək ki, Özbəkistanın qədim şəhərlərinin tarixi bağları olsun, Azərbaycan-Özbəkistan bağlarında bizim tarixi irsimizin iştirakı olsun. Çünki Naxçıvandan danışırıq, Möminə xatun göz önünə gəlir, Memar Əcəmi gəlir. Görün, əsrlər öncə necə bir irsimiz olub. Özbəkistana, Buxaraya, Səmərqəndə gedirik. Məsələn, dövlət başçımız Daşkətdən sonra Buxaraya getdi. Bilirsiniz ki, yəni demək istəyirəm ki, bizim münasibətlərimiz cavan münasibətlər deyil. Əbədi dostluğa gəldikdə də, digər münasibətlər haqqında danışanda da bunun bir irsi var, bunun bir ənənəsi var, təcrübəsi var. Amma sonralar indi Çar Rusiyası dönəminin işğalları olub, Sovet dönəminin işğalları olub. İstər-istəməz bizim münasibətlərimiz etiraf edək də, burada bir gizli bir şey yoxdur ki, Daşkənd-Bakı, Bakı-Daşkənd münasibətləri olmayıbdır. Daha çox Kreml üzərindən, Moskva üzərindən yönəldilən münasibətlər olubdur. Bu da bir keçmişdir, bu da bir faktdır. Biz bunu dana bilmərik. Amma danmasaq da biz axı köklərimizə enməyə borçluyuq. Ona görə də hesab edirəm ki, bu dövlət səfəri münasibətlərimizdə orada verilən ismarışlarla, imzalanan sənədlərlə yeni, daha üstün bir səviyyə qazandırdı və bundan sonra bizlər də bacardığımız qədər o yeni səviyyə, yeni fəslə uyğun davranmalıyıq inşallah. Yaxşı məqamlara toxundunuz, Əkbər müəllim. Bu Naxçıvanı qeyd edəcək, Türk Dövlətlər Təşkilatını qeyd edəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin bu səviyyəsi Türk Dövlətlər Təşkilatının bundan sonraki inkişafına necə təsir göstərəcək? Çox sağ olun. Bilirsiniz ki, Özbəkistan səfərindən öncə dövlət başçımız Özbəkistanın Dövlət İnformasiya Agentliyinə uzaya tarixi ismarışlarla dolu bir müsahibə verdi və orada da Türk Dövlətlər Təşkilatı vurğusu var idi. Əlbəttə, Türk Dövlətlər Təşkilatı haqqında danışarkən artıq bütün Türk dünyasında aşağı-yuxarı Türk dövlət və təşkilatlarının həmən-həmən hər yerində aforizmə çevrilmiş o söz ki var bizim dövlət başçımıza aiddir. Türk Dövlətlər Təşkilatı, Türk dünyası bizim evimizdir, ailəmizdir, ocağımızdır. Biz o vurğudan yanaşırıq. O vurğunun necə həyatilik qazandığını, necə praktik müstəvidə və fəzada təcəlli etdiyini görürük və qürurla görürük. Türk Dövlətlər Təşkilatına Özbəkistan üzv olmadığı dönəmlərdə və yaxud da müşahidəçi olduğu dönəmlərdə əlbəttə sanki bir qanadımız, qolumuz yox imiş kimi davranırdı. Çünki Özbəkistanın rolu haqqında təkrar elə bilirəm, nə sizə, nə sizin redaksiyaya, nə də bizim tamaşaçılara xüsusi belə tarixi bilgilər verməyə o qədər də ehtiyac yoxdur. Çünki biz Özbəkistanı yalnız sevmirik, onu həm də öyrənirik. Elə bu bütün Türk dünyasına aiddir də. Türk Dövlətlər Təşkilatı yalnız dövlət başçılarının zirvə görüşünü təşkil edən katiblikdən, İstanbulda yerləşən qərargahdan ibarət deyil. Onun bir sıra yan qurumları var, onun strukturu var, onun hazırladığı sənədlər var, dövlət başçılarına təqdim olunan gündəliklər var. Eyni zamanda digər ortaq Türk qurumları var. Türksoy olsun, Beynəlxalq Türk Akademiyası olsun, Türk Mədəniyyəti İrsi Fondu olsun, TÜRKPA olsun. Eyni zamanda dövlət qurumlarından başqa, vaxtilə mənim də başqan olduğum Dünya Gənc Türk Yazarlar Birliyi kimi bir sıra ictimai platformalar var. Artıq bizim QHT-lərin iki tərəfli, çox tərəfli münasibətləri var. Yəni bizim cəmiyyətlər bir-birinə həm də radio, televiziya, mətbuat vasitələri üzərindən, həm də turist axınının güclənməsi səbəbilə daha da yaxınlaşırlar və Türk Dövlətlər Təşkilatının biz bundan sonra daha yeni fəsillərə keçəcəyinə, daha yeni qərarlar qəbul edəcəyinə də inanırıq. Bu, istər gömrüklə bağlı olsun, istər vergi ilə bağlı olsun, vergi tutmalarla bağlı olsun, istər çap məsələlərlə, çap məhsullarına münasibətlə bağlı olsun və digər bir sıra kateqoriyalar üzrə olsun. Və əlbəttə, bilirsinizmi, bu səfərin Türk Dövlətlər Təşkilatına necə təsir edəcəyinə bağlı çox vacib bir sual verirsiniz. Bir halda ki, ortada Azərbaycan-Özbəkistan dövlətlər arası modeli var. Bu model niyə iki dövlət arasında qalsın ki? Digər qardaşlarımıza sirayət etməlidir, yoxsa yox? Necə ki, Azərbaycan tarixi qələbəsi və o qələbə dönəmində ondan az sonra Azərbaycan-Türkiyə birliyi, qardaşlığı Şuşa bəyannaməsində tazlandırılaraq digər qardaşlarımıza Türkistana sirayət etdiyini deyirik, bayaqki danışıqlarımızda da.
bu birliklər, bu modellər niyə dalğa-dalğa yayılmasın? Biz niyə eyni tezlikdə olmayaq? Elə deyilmi? Ona görə də mən elə bilirəm ki, Azərbaycan prezidentinin Özbəkistanda əldə etdiyi nəticələr, orada imzalanan sənədlər, verilən ismarışlar, açılışlar, təltiflər, bütün bunlar hamısı bir yerdə bir toplu olaraq gələcəkdə digər qardaşlarımıza da sirayət edəcəkdir. Yaxşı olan hadisələr yayılmağa məcburdur. Bu bir xoşməramlı məcburiyyətdir. Biz bunu sevgi ilə, sayğı ilə vurğulayırıq və elə hesab edirəm ki, dövlət başçımızın Özbəkistana bu tarixi səfəri bundan sonra daha necə yeni dalğalanmalarla, qanatlanmalarla Türk dünyasını sevindirəcəkdir. Son olaraq bir məqama da istəyirəm toxunaq. Bu ortaq dil. Burada prezidentin köməkçisi Hikmət müəllim də orada jurnalistlərlə söhbətində bildirdi ki, yəni başa düşdüyün, yəni oxuyub mətni rahat anlamaq mümkündür. Sadəcə tələffüz eləmək, danışmaq lazımdır. Bu zamanla biz ona nail ola biləcəyikmi? Bilirsinizmi, ortaq dil məsələsi bilirsiniz ki, zaman-zaman müzakirə olunubdur. Bizim alimlər səviyyəsində, şairlər, yazıçılar toplantılarında, dövlət qurumları səviyyəsində, terminoloji komissiyalar səviyyəsində, əlbəttə akademiyalar, universitetlər səviyyəsində bu elə belə də olmalıdır. Burada həssaslıq nədən ibarətdir? Nə çox tələsmək olmaz, nə çox ləngimək olmaz. Bir də bir məsələni ayırmaqda fayda vardır. Biz ortaq dil quruculuğundan daha çox, hal-hazırda da indiki məqamda, ortaq dil quruculuğundan daha çox ortaq anlaşma mühiti, bir-birimizin dilini necə daha yaxşı anlayaq fəslindəyik, mən elə başa düşürəm. Bizim qulağımız öyrəşdikcə dilimiz də öyrəşir. Biz bir-birimizlə gediş-gəlişi artırdıqca, mübadiləni artırdıqca, alış-verişi artırdıqca, mən təkcə ticari müstəvidə demirəm, bütün digər fəaliyyət müstəvilərində də istər-istəməz bizim dillərdə anlaşmalar da artır, söz alış-verişi də artır. Yoxsa bir sünni ortaq türkcə yaratmaqdan söhbət getmir, onu vurğulamaq istəyirəm. Əlbəttə biz nə zamansa kökdə bir dildə danışmışıq. Ancaq dünyada hal-hazırda elə bir xalq tapa bilmərik ki, o bizim dillərin, türk dillərinin ana türkcədən ayrıldığı dönəmdəki mətnlərini indi rahat oxuyub anlaya bilirlər. Dünyada elə bir dil yoxdur. Hətta dünyanın ən aparıcı dili sayılan İngilis dilinə münasibətdə də belə bir akademik münasibət var ki, İngilis dilinin sözlüyündəki sözlərin hardasa yanılmıramsa 50%-dən artığı daha yuxarı faizdə eşitmişik. Kök etibarilə başqa dillərdən alınma sözlərdir. Amma nə olsun, bugün İngilis dili deyəndə görürsünüz ki, yəni xüsusi bir ehtişam göz önünə gəlir də, elə deyil. Ona görə də biz ortaq türkcə deyəndə daha çox ortaq anlaşma mühiti, dillərimizin bir-birinə söz alıb verməsi, dillərimizin bir-birindən daha çox görüşməsi məsələsinə diqqət etməkdə elə bilirəm ki, daha haqlıyıq. Bu da, yəni burada yeni velosiped necə deyərlər, izah eləməyə də ehtiyac yoxdur. Gediş-gəliş artmalıdır, birbaşa təmaslar artmalıdır. Gənc-gənclə, tələbə-tələbə ilə, universitetlə, şəhər-şəhərlə hələ qardaşlaşmış şəhərlərimiz var. Əbədi dostluğu olan ölkələrimiz bütövlükdə bir-birindən o qədər sıx əməkdaşlıq içində olmalıdır ki, Allaha şükür ki, artıq elə bu yoldayıq, bu keçmişdəyik, bu təcrübədəyik və bu gələcəkdəyik. Ona görə də mən elə bilirəm ki, müəyyən bir zaman sonra biz görəcəyik ki, artıq özbəklər danışanda biz bir tərcüməçiyə ehtiyac duymuruq. Özbəklər bizlə danışanda tərcüməçiyə ehtiyac duymur. Yeri gəlmişən, Anar müəllim, mən Özbəkistanda bir neçə dəfə olmuşam əlbəttə. Mən heç zaman başqa bir dildə danışmamışam. Bir balaca ortaq türkcəyə meyilli deyək, bir balaca alınma sözlərdən keçərək bizim öz sözlərimizə istinad etdikdə anlaşma imkanları daha da çox olur. Bunu da etiraf edək ki, İslam dini vasitəsilə ərəb və fars sözləri Türk dünyasında ən çox təsir etdiyi iki dil varsa, biri Özbəkcədir, biri Azərbaycancadır. Məsələn, Qazaxca və Qırğızcaya o qədər sirayət etməyibdir. Ona görə də bizim o tərəfdən də bir anlaşma mühitimiz var. Amma indi biz gələcəkdə dillərimizin saflığını qorumaq istəyirsə, dövlət başçımız da deyir ki, əcəli kəlmələr varsa, başqa sözə niyə ehtiyac duyaq? Bir halda ki, biz o nöqtədə bir-birimizi öz sözlərimizdən anlaya bilirik, başqa vasitəsi dilə, sözə niyə ehtiyac duyaq ki? Mən bu yolu da çox uğurlu bir yol hesab edirəm. Burada hər hansı bir romantik hissə, emosiyaya qapılmadan deyə bilərəm ki, dövlət başçımızın bu səfəri də, bu səfərdən çıxan sənəd də, orada imzalanan sənədlər
münasibətlərdə bizi bir-birimizə daha yaxından tanıtmağı da vəzifə olaraq müvafiq sahələrə məsul şəxslərin də üzərinə qoyur, universitetlərin üzərinə qoyur, akademiyaların üzərinə qoyur, ayrı-ayrı nazirliklərin üzərinə qoyur, o cümlədən Mədəniyyət Nazirliyi olsun, Gənclər İdman Nazirliyi olsun, Diaspor Komitəsi olsun, Təhsil Nazirliyi olsun, başqa-başqa sahələrdə fəaliyyət göstərən dövlət qurumları olsun. Bunların gediş-gəlişi, münasibətləri, iki tərəfli münasibətləri bax o əbədi dostluq formuluna, əbədi dostluq düsturuna və əbədi dostluq böyük hərflərin hadisəsinə uyğun olmalıdır. İnşallah ki, belə də olar. Maraqlı söhbət üçün təşəkkür edirik. Mən təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. 2 saylı izləməyə davam edin.